Əziz və dəyərli bizim TV izləyiciləri, bugünkü Duyğu Çələngi verilişimizin ilk buraxılışı mən Günay Bərdəlinin təqdimatında efirdədir. Verilişimizin ilk qonağı öz duyğu, hissləri ilə digər həmkarlarından fərqlənən Xatirə xatundur. Məni unutmağa nə var ki axı? Azacıq ətrimi yadından çıxar. Daha xəyalımla açma sabahı. Yoxsa xatirələr qəlbini sıxar. Xoş gəldiniz Xatirə xanım. Salam, xoş gördük. Mən də öz adımdan sizə və bütövlükdə sizin bizim TV kanalına bu dəvət üçün təşəkkürlərimi bildirirəm. Ümid edirəm ki, bu görüşümüz mənalı və uğurlu olacaq. İnşallah Xatirə xanım. Xatirə xatun, yaradıcılığının digər həmkarlarından fərqi nədədir? Bayaq özünüz də vurğuladınız, təqdim edəndə dediniz ki, öz duyğu hissləri ilə başqalarından fərqlənəm. Mən heç vaxt özümü şeir yazmağa məcbur eləmədim. Bəzən həmkarlarımla söhbətdə görünməyirlər ki, mən hər gün şeir yazıram. İnsan hər gün yaradıcılıqla məşğul ola bilməz. Çünki yaradıcılıq ilahidən gələn bir vergidir və məcburiyyətdir. Yəni, ilahi səni buna məcbur eləməlidir. Əgər sənə yazdıran yazdırmasa, sən onu yaza bilməzsin. Mən hər gün yaza bilmərəm. Amma yazsam da biraz təvazö kağıdım uzaq çıxmasın. Yəni, elə yazaram ki, o mənim qəlbimdən süzdüb birbaşa oxucunun qəlbinə yol tapar. Yəni, o şeirlər ki, sizin yəni, oxucuların çox xoşuna gəlir, bəyənilir, onları yazmaq üçün mən elə bir ürəyimin yanğısını qoyuram ona. Başdan soğudu, yəni hər ağlıma gələn, hər fikrimə gələni yaza bilmərəm. Elə bilirəm, özəlliyim budur. Xatirə xatun ilk yazdığı şeir və qısqandığı şeir hansıdır? Düzünü desəm, ilk yazdığım şeir yadıma gəlmir. Çünki bu çox əvvəllər olub. Yəni, çox əvvəllər olub. Amma ədəbiyyatda özümü tanıtmağım 2003-dən üzü bu tərəfədir. Qısqandığım şeir yoxdur. Yəni, kimsə adına çıxa bilər deyə, hələ ki, bu ehtimalla rastlaşmamışam, heç düşünməmişəm də. Amma elə bilirəm ki, belə bir təhlükə qarşısında qalmağım da yoxdur. Çünki ona görə ki, mənim üslubum hər yerdə seçilir. Kimsə buna cəsarət eləyə biləcəyini düşünmürəm. Xatirə xanım, belə bir sual verim. Sizcə, qadın hissləri ilə, qadın ürəyi ilə yazılmış şeirlərin fərqi nədədir? Bilirsiniz, biz elə bir çağda yaşayırıq ki, qadın olmaq, sosial olmaq və həm də yaradıcı olmaq üçün bir arada birləşdirmək çox çətindir. Belə geniş anlamda götürsək, mən qadın olaraq yazmadım heç vaxt. Yəni, bəzən mən həmkarlarım da, qadın həmkarlarım qınıyır ki, sən niyə bu şeirdə gülüm deyə xitab eləmirsən? Heç qadın da kişiyə gülüm deyə xitab eləyərmi? Deyirəm, axı siz haradan gördünüz ki, mən onu kişiyə xitab eləmişəm? Mən onu şair olaraq yazmışam. Mən qarşımdakının hisslərini ifadə eləmişəm və orada hər kəs, yəni hər cins özünü tapa bilər, öz hisslərini, duyğularını tapa bilər. Yəni, sırf olaraq qadın kimi yazdığım şeirlər çox azdır. Və buna görə də, əgər elə olsaydı, mənim oxucularım yalnız qadınlar olmalıydı. Və hər kəs tərəfindən şeirlərim, yəni hər iki cins tərəfindən bəyənilir. Qadın olaraq yazmaq çox çətindir. İstərseniz orada bir sual ortaya çıxır ki, bu şeiri kimə yazmışsınız? Və mən onun yerini saxlamamaq üçün orada yəni qadın olaraq yazmadım heç vaxt. Yəni, hər bir cins orada özünü tapa bilər. Xatirə xanım, bəs söz sizin üçün nədir? Mənim üçün söz çox müqəddəs bir şeydir. Onu seçmək, götürmək, yerində işlətmək. Təbii ki. Yəni, bir gözəl deyim var, deyir ki, o şey ki, qəlbə yatır, o mütləq qəlbdən çıxmalıdır. O söz ki, boğazdan yuxarı gəlir, qulaqdan o yana getməyəcək. Və mənim üçün gözəl söz odur, yaxşı söz odur. Onu içindən çıxarmaz. Həzrət Əli deyir ki, qəlb gözəl olarsa, dildən yalnız gözəl sözlər çıxar. Buna görə də sözlərin ən gözəlindən, ən yaxşısından maksimum istifadə etməyə çalışıram. Hər insan özünü bir fəslə bənzədir. Xatirə xatun özünü hansı fəsildə görür? Gözəl sual. Mən bütün fəsilləri sevirəm. Amma nədənsə həmişə payız üçün darıxıram. Qəribəsi budur ki, hətta payızın özündə yaşaya-yaşaya, bax, indi payız fəslindəyik. Mən yenə də payız üçün darıxıram. Bilirsiniz, hər fəslin öz rəngi var. Məsələn, belə deyək də, qış ağdır, yaz yaşıl. Təbii ki. Amma payızda bütün rənglər var. Bəlkə fikir vermişsiniz təbiətdə.
bir ağacda sarı, yaşıl, qəhvəyi, bütün rəngli yarpaqlar olur. Yəni mən ruhumdakı bu rəngarəngliyə görə, ona görə payız fəslini çox sevirəm. Və demək olar ki, bütün şeirlərimdə payız həsrəti bir xət kimi keçir. Payız haqqında bir gözəl şeir yazmışdım, istəyirəm, yerinə düşər onu desin. Dinləmək bizim üçün də xoş olar. Yapışasan bu payızın əlindən, xəzəl dolu bağça bağı gəzəsən. Zövq alasan çəmənindən, çölündən, həm dərəni, həm də dağı gəzəsən. Daha dünən yazdan libas giyinən, o ağaclar gəncliyindən gen düşər. Yarpaqları seyrəkləşən, azalan, budaqların arasından gün düşər. Bir də baxıb görərsən ki, o yarpaq qopub düşür budağından astaca, sığallayar saçlarını, üzünü, öpə-öpə, yanağından astaca. Addım-addım dolaşasan meşəni, topuğa dək xəzəlinə batasan, bürünəsən küləyinin səsinə, bu payızın qucağında yatasan. Çox gözəl Xatirə xanım, çox gözəl, doğrudan çox duyğu dolu bir şeirdir. Qadın olaraq bu vəzində şeir yazmaq çətin deyil ki. Ümumiyyətlə, əruz vəzni özü ayrı bir sahədir. Mən deyərdim ki, hətta riyaziyyət qədər dəqiqliyi tələb edən bir şeydir. Mən özümü əruzda daha çox tapıram. Bəlkə başqalarına, yəni bu sahəni bilməyənlərə çox çətin gəlir, amma əruzda özümü daha çox tapıram və amma orada da hər sözün, hətta hər hərfin üzərində saatlarla işlədiyim olub. Bir də bu bizdə genetikdir, mənim böyüklərim də, atam, babam da əruz vəznində yazanlar olur. Bəlkə biraz da onun təsiri. Ola bilsin. Xatirə xanım, şeir də vəh kimidir. İlham gələndə heç olub ki, yazmayasınız. Mən bayaq da dedim, yenə də o sözün üstünə qayıdıram. Yəni, heç vaxt əsl şairi, yaradıcı insan özü-özünü yazmağa məcbur eləməməlidir. Əgər ona Allahdan vəh gəlmirsə, ilham gəlmirsə, yəni, həmişə demişəm bu sözü ki, biz özümüz yazmırıq, bizi yazdıran bir ilahi qüvvə var. O şeir ki, mənim əlimdən tutub yazı masasına aparmasa, mən ona şeir demirəm. Hətta olub ki, elə yerdə olmuşam, məsələn, yol gedəndə, nə bilim, maşında, görürsən ki, qəfildən beynimə bir misra düşür. Onu mütləq bir yerə yazmalıyam. İlham gələndə yazmasam olmaz. Münasib olmayan yerdə də olmuşam, toyda, məclisdə, yəni mənim ətraf çevrəmdəkilər bilir ki, bu mütləqdir. Həmişə üstümdə qələm, kağız gəzdirirəm, götürüb bunu qeyd eləmişəm və gəlib evdə. Ən azından telefonuma yazmışam ki, evdə onun ardını işləyəm. Gecə yatdığım yerdə görürsən, yuxuda olub, belə beynimə bir misra düşüb, yuxuduqlu götürüb onu telefonuna yazmışam. Bu, ruhun tələbatıdır. Necə yemək kimi, içmək kimi insanın təbii ehtiyacları var. Şeir yazmaq da şairin ruhunun tələbatıdır. Ona yaz deyən bir qüvvə var. Və əsl gözəl şeirlər elə doğulur. Sevilən şey də elə doğulur. Bəzi şairlər deyir ki, mən formada qalmaq üçün hər gün yazıram. Bu birisi bir qədər çox absurd və gülünc yanaşmadır. Biz idmançı deyilik. Biz mütləq yazmaq lazım gələndə yazmalıyıq. Təbii ki, ilham gələndə yazmalıyıq. Bəlkə biologiyada xəbəriniz var, pişik ilə pələng eyni sinifdə olan heyvanlardır. Pişik 6 aydan bir balalayır və balalayır deyilir. Pələng isə 4 ildən bir doğur, bir pələng doğur. Və o mütləq yaddaşda qalır, tarixdə qalır. Çox gözəl. Yəni pələng kimi olmaq lazımdır. Çox təşəkkür edirəm belə geniş cavab verdiyinizə görə. Bir də ki, Xatirə xanım, özünüz şairə xanımsınız. Şeirləriniz çoxlarının ürəyinə yol tapır, çoxları dinləyir, çoxları oxuyur. Bəs Xatirə xanım özü hansı şairi oxuyur, hansı şairi dinləyir? Mən demək olar ki, hər kəs oxuyuram. Bir gözəl deyim var, müəllifini unutmuşam, deyir ki, yaxşı mütaliəsi olan insan hətta ən pis yazandan da nəysə yaxşı bir şey götürə bilər, əxs edə bilər. Hər kəs oxuyuram. Əliağa Vahidi çox oxuyuram. Nizami Gəncəvinin hikmətli kəlamlarından bəhrələnirəm. Bugün üçün də aktualdır. Füzulini oxuyuram. Musa Yağıbı oxuyuram. Çox sevirəm onun təbiət mənzərələrini. Nüsət Kəsəmənli sevgi şairimiz, onu oxuyuram. Bəxtiyar Vağabzadə mənim üçün fəlsəfənin əlçatmaz zirvəsində olan bir şairdir. Yəni, Sovet dönəmindən bu yana qalan şairlərdən bunları çox oxuyuram. Müasir yazarları da oxuyuram, çox oxuyuram. Belə, yəni bəhrələndiyim şairlər ən çox bunlar olur. Allah ölən şairlərimizə qən-qən rəhmət eləsin. Qalanlara can sağlığı versin ki, gözəl şeirlərinlə bizim könlümüzü fəth eləsin. Xatirə xanım, sizin yaradıcınızla tanış olanda çox şeirlərinizi oxudum, çox şeirlərinizlə tanış oldum.
və mənim qəlbimə yol tapan, qəlbimi oxşayan bir şeiriniz oldu. O şeirin məni daha çox duyğulandırdı, daha çox uzaqlara apardı. Onu sizin ifanızda, sizin dilinizdə eşitmək mənə gəlir ki, mənim üçün də, tamaşaçılarımız üçün çox xoş olardı. Bugün bir söz verdim özüm-özümə. Bugün bir söz verdim özüm-özümə. Daha baxmayacağam ürəyimin sözünə. Ağlasa, lap paramparça olsa belə, lap saçını yolsa belə, nə qədər çətin olsa belə, səni unudacam. Kimsə görməyəcək gözlərimdən axan isti həsrət yağışını. Sən də məni yuxunda görəsən deyə daha çevirməyəcəyəm balışımı. Səni unudacam. Daha oyaq açmayacam gecələri. Siləcəm yaddaşımın aynasından bir vaxt qoşa addımladığımız yolları, küçələri. Səni unudacam. Üzümü yana tutacam. Yolum düşərsə əgər üstündə adın yazılmış o binanın önündən. Gözlərimi yumaraq bir ah çəkəcəm dərindən. Səni unudacam. Sən fikir eləmə. Sən fikir eləmə necə yaşaram. Yaşaram beləcə bir çoxu kimi. Sayaram bu eşqi heçə. Yaşaram. Nə vaxtsa gördüyüm bir yuxu kimi. Səni unudacam. Yenə canlandı gözümdə sənli xatirələr. Səni xatırlatdı keçdiyim yollar, küçələr. Amma axı bir söz vermişəm özüm-özümə. Səni unudacam. Dayan. Burada hardasa bir bina vardı. Üstündə adın yazılı. Çox sağ ol Xatirə xanım. Çox gözəl. Doğrudan çox Mənim də çox duyğulu bir sevdiyim şeirdir. Çox sevdiyim şeirdir. Bəlkə də Bəlkə çoxları sevmədiyim şeirim yoxdur. Hamısı elə mənim çoxlarını kövrələcək bir şeirdir. Bir daha qeyd edək ki, bugünkü verilişimizin, Duyğu Çələngi verilişimizin ilk buraxılışının ilk qonağı Xatirə xatun idi. Çox sağ olun Xatirə xanım, gəldiniz və könlümüzü şad etdiniz. Unutmayaq ki, aldığımız hər nəfəs ömrümüzdən saniyələr alıb aparır. Sağ olun, sağlıqla qalın.